Berlindən hamıya salamlar. Bugün mən Rəfiqə Mafaqın mənə 1 il öncə hədiyyə gətirdiyi boranlı aş bişirmək qərarına gəlmişəm. Boranlı aşı hərə bir cürə hazırlayır, bir üsulla. Mən bugün qaynanamın mənə öyrətdiyi üsulla hazırlayacağım. İlk öncə soğanları blenderdan keçirib qızılı rəngə çalana qədər kərə yağında qovururam. Ondan sonra balqabağı və qozu əlavə edirəm. Bu plovun ləzzətli alınmağının sirri ona tökülən qozdadır. Qovrulmuş qozu tökdükdə daha da gözəl alınır dadı, amma qovrulmamış da tökə bilərik. Mən bu Davert markasından olan düyünü dadını çox xoşlayıram. Düzü o biri basmati düyülər kimi uzun belə durmasa da diri-diri, mən elə durmağını yox, görünüşünü yox, əsas dadını mənim üçün önəmli olduğu üçün belə bişirdim. Bu düyü ilə bişirirəm, hazırlayıram. İndi dadına baxın. Çox dadlıdır. Sizə də tövsiyə edirəm, bişirin, nuş olsun. Wow, lekker.